Ya Allah. Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in ve huve hayru nasirin ve mu'in. Allahümme veffekna bittefahhum ve tefhim. Ebhasul mentik. İlmul mentik innema yuhtacu ileyhi li tehsilil ulumin nezeriyye. لأنه هو مجموعة قوانين الفكر والبحث أما الضروريات فهي حاصلة بنفسها بل هي رأس المال الأصلي لكاسب العلوم ليكتسب به ليربح المعلومات النظرية المفقودة عنده. Biz ümumiyyətlə bura qədər keçdik elmin tərifini, təfəkkürün, fikir etməyin tərifini və məntiqin tərifini. Və əvvəldən gəldik, dedik ki, elm özü iki hissəyə ayrılır. Bir yerdə elmin şöbələri çoxdur, bir yerdə də dedik ki, elm özü iki hissəyə bölünür. Elmi husuli, bir də elmi huzuri. Aydın? Elmi husuli nədir, elmi huzuri nədir? Dedik ki, elmi huzuri odur ki, onu birinci fikirləşmə planını cızırsan, sonra o şeyi həyata keçirdirsən, elmi huzuri. Ki o, yəni məntiq elmi, ondan bəhs eləmir. Bir də var ki, bir şey var, onu sən kənarda görürsən, beynində təsəvvür eləyirsən, buna deyirlər elmi husuli. Aydın? Və sonra gəldik, dedik ki, elmin başqa şöbələri də var. Bir var, elmi təsdiqi və elmi təsəvvürü. Elmi təsdiqi və elmi təsəvvürü. Bir şey var ki, məsələn, bir şeyi sən beynində təsəvvür eləməklə əldə eləyirsən, təsdiqə yetişirsən. Bir də var ki, beynində, yəni həyatda bir şeyi görməklə, bir nəticəni əldə etməklə onu təsdiq edirsən ki, bəli, bu şey var. Aydındır? Buna deyirlər elmi təsdiqi. Elmi təsdiqi və elmi təsəvvürü hər ikisi öz özlüyündə iki hissəyə ayrılırlar. Elmi təsəvvürü zəruri, elmi təsəvvürü kəsbi. Yəni, bəzi təsəvvürat var ki, zəruriyyatdandır, yəni adi bir şeydir, yəni onun heç fikirləşməyə ehtiyac yoxdur. Elə o dərhal insanın beyninə öz-özünə gəlir. Bəzi şeylər var ki, onları təsəvvür etmək üçün kəsbə, fikrə, əqlə ehtiyac var. Məsələn, tutalım ki, məsələn, bir nəfər sənə deyir ki, hava soyuqdur. Havanın soyuqluğu, yəni sənin üçün bir dənə elmi zəruridir. Təsəvvürü zəruri. Məsələn, fikirləşirsən beynindəki, bəli, qış ayıdır, havanın soyuq olmağı labuddur. Yəni, bu zəruriyyatdır. Aydındır, təsəvvürü zəruridir. Bir də var ki, bir nəfər insan deyir ki, ayda yaşayış var. Sən bunu təsəvvür eləməlisən. Sən bunu təsəvvür eləmək üçün sənin əqlə, elmə, təfəkkürə ehtiyacın var. Buna deyirlər elmi təsəvvürü kəsbi. Aydın? Və eyni zamanda da elmi təsdiqi, məsələn, biz dedik axı, elm özü iki hissəyə bölünür, təsəvvürü və təsdiqi. Aydındır? Amma qabaqda biz keçmişdik, elə təsəvvürü, elə elm bir dənədir təsəvvür. Yəni, təsdiq təsəvvürdən doğan bir şeydir. Yəni, lap əvvəldə keçmişdik, yadındadır, bilmirəm, yadındadır. Amma biz hər hal, yəni bu məntiqin müzəffərin qaydasına əsasən deyirik. Elmi təsdiq özü də iki hissədən ibarətdir. Elmi zəruri və elmi zəruri təsdiqi, elmi kəsbi təsdiqi. Aydındır? Məsələn, bir var ki, məsələn, bir şeyi təsdiq eləyəsən, zəruri ola, məsələn, havanın soyuqluğunu. Bəli, sənə kimsə dedi ki,
hava soyuqdur, sən onu təsəvvür elədin qış ayı olduğuna görə ikinci bir mərhələdə çıxdın, həqiqətən gördün ki, çöldə hava soyuqdur. Bu təsdiqdir də artıq sənin üçün. Təsdiqi zəruri. Aydındır? Və yaxud da sən havanın soyuqluğunu hiss eləyirsən. Daxili qüvvələrlə, vəhmi qüvvələrlə. Aydındır? O keçdiyə insanın daxilində 7 dənə qüvvə var. Nə bilim, basirə qüvvəsi, samiyə qüvvəsi, nə bilim, bu şeylərin vasitəsilə təxəyyül qüvvəsi, vəhm qüvvəsi və dedik ki, bunların hamısı insanda vəhm qüvvəsi ilə idarə olunur. Aydın? Sən çıxdın çölə, bəli, havanın soyuqluğunu hiss elədin, öz-özlüyündə təsdiq elədin ki, hava soyuqdur. Bu zəruridir də. Yəni, bunun üçün fikirləşməyə ehtiyac yoxdur ki, insan elə dərhal havanın soyuqluğunu hiss eləyən kimi bilir ki, hava soyuqdur. Aydındır? Buna deyirlər təsdiqi zəruri. Elmi təsdiqi zəruri. Yəni, burada zəruri, yəni burada fikrə ehtiyac yoxdur. Bir də var ki, bir elmi təsdiq eləmək üçün, bir şeyi təsdiq eləmək üçün onda fikrə ehtiyac var. Fikrə ehtiyac var, məsələn, nə cür? Əl-heyvanu insanun natiq. Hə? Hə? Əl-insanu heyvanun natiq. İnsan danışan bir heyvandır. Hə? Əl-heyvanun natiq deyəndə bu səni başlayır düşündürməyə. Ki, görəsən, heyvanı natiq birbaşa insana şamildirmi, yoxsa bunun başqa şöbələri varmı? Sən bunu sübut eləmək üçün ki, insan heyvanı natiqdir, sənin elmə ehtiyacın var da. Yəni, gedib axtarıb araşdıracaqsan. Ki, görüm, həqiqətən də insan heyvanı natiqdir, yoxsa heyvanı natiq insandan başqa bir şeyə də deyilə bilər. Yəni, bunu axtaracaqsan da. Və axtardın, tapdın, nəticəyə gəldin ki, əl-heyvanun natiq fəhvəl insan. Heyvanı natiq o insandır. Bunu təsdiq elədin. Axtarışdan sonra nəticəyə gəldin, təsdiq elədin ki, bəli, bu nədir? Heyvanı natiq insana şamildir. Buna deyirlər elmi təsdiqi. Aydın? İndi bir dənə sual çıxır qarşıya və o sualı mən sənə də kökləyirəm və buradan dinləyənlərə də kökləyirəm və onun cavabını istəyirəm. Əgər cavabını da özüm deyəcəm inşallah. Yəni, burada sizin beyniniz təvəhhümə düşməsin deyənə. Yəni, şəkkə düşməsin deyənə. İndi otaqdayam, təkəm. Bir otaqda tək oturmuşam, otaqdan səs gəldi. Otaqda heç kim yoxdur, bir halda ki, heç kim yoxdur. Otaqdan səs gəldi. Mən axtarıram ki, o səs hardan gəlir? Məsələn, taqqıltı səsi gəlir, xırt-xırt səsi gəlir. Başlayıram, düşürəm, axtarıram, görürəm ki, bəli, bir dənə siçanıymış, özünü gizlədib, ora qaçır, bura qaçır, nəyisə yiyir, onun xırtıltısının və yaxud da tappıltısının səsi gəlir. Və mən bunu tapandan sonra bu səsin nə olduğunu, hardan gəldiyini biləndən sonra bildim ki, bu siçandır. Mənim bu elmim, elmi kəsbidir, yoxsa elmi zəruridir? Niyə elmi kəsbi? Çünki o şeyi düşünün. Axtardım. Aha. Bu nə elmi kəsbidir, nə də elmi zəruridir. Bu adi bir halətdir. Niyə görə? Bizim söhbətimiz elmdən gedir, zehni düşüncələrdən. Mən orada zehni düşünməmişəm. Mən orada sadəcə fiziki axtarış eləmişəm, o səsi axtarmışam. Mən bir şeyin mahiyyəti barəsində axtarış aparmamışam. Fiziki axtarışdır bunlar. Aydındır? Yəni, bu fiziki axtarışla zehni axtarışın təfəkkür vasitəsilə olan axtarışı fərqini bilmək lazımdır. Məntiq bizə təfəkkürə dair səhvə yol verməməyi, yəni öyrədir. Aydındır? Yəni, fiziki axtarışlar, bunlar boş şeydir. Bunlar məntiqə aid deyil. Məntiq elminə aid olan şeylər budur ki, insan öz zehnini səhv təfəkkürdən qorusun. Aydındır? Xətalardan qorusun. Yəni, məsələn, deyək ki, vilayətə Əli ibn Əbi Talib əleyhissalam həqdir, yoxsa həq deyil. Elmi kəsbi. Sən bunu axtarmalısan, bunun üçün zehin lazımdır. Bunun üçün sənə mənbələr lazımdır.
və keçən dərsimizdə keçmişdik. Onlar barəsində ki, insan birincisi bir məchulatla qarşılaşanda müraciət edir hara? Zehnində olan bazaya. Müraciət edir zehnində olan bazaya, yəni məlumatlara. Zehnində olan məlumatlara. Sənin zehnində əgər məsələn imamət barəsində axtarış eləyirsənsə, Həzrəti Əli əleyhissalamın vilayətinin haqq olub olmaması barəsində axtarış eləyirsənsə, sənin zehnində ümumiyyətlə Həzrəti Əli əleyhissalamın vilayəti barəsində nə var? Birinci müraciət edirsən onlara. Baxırsan ki, bəli, Həzrəti Peyğəmbərimizdən, məsələn, digər imamlardan və Quran ayələrindən müəyyən hədislər və müəyyən ayələr var ki, səni ona tərəf aparır. Yəni, o vilayəti sübut eləməyə tərəf aparır. Və amma bunlar azlıq təşkil eləyir. Və bunlar azlıq təşkil etdiyinə görə sən müraciət edirsən o barədə olan, yəni Həzrəti Əli əleyhissalamın vilayəti barəsində olan digər məlumat kitablarına. Məsələn, hədis kitablarına. Məsələn, müraciət edirsən Üsul-u Kafiyə. Müraciət edirsən Səhih-i Buxariyə. Müraciət edirsən Sunan-ı Tirmiziyə. Misal üçün. Və yaxud da müraciət edirsən, məsələn, deyək, məsələn, başqa bir imamət barəsində olan əqidəvi, məsələn, kitablara, hədis kitablarına müraciət edirsən və Quran ayələrinə müraciət edirsən və sənə lazım olan məlumatları toplayırsan və o məlumatların içərisində çıxdaş edirsən. Saf çürük. Hansı daha doğrudur, hansı yalandır, hansı həqiqətə uyğundur və o məlumatların içərisindən səni məqsədə yetişdirəcək əsas məlumatları toplayırsan və onu ilə nəticəyə gəlirsən ki, bəli, vilayət-i Əli ibn Əbi Talib əleyhissalam həqdir. Yəni, Allah təbarək və Teala tərəfindəndir. Buna deyirlər elmi təsdiqi və kəsbi. Nəzəri. Elmi nəzəriyyə təsdiqi. Aydındır. Və yaxud da elmi kəsbi təsdiqi. Sən kəsb vasitəsilə, sən nəzər vasitəsilə, fikir vasitəsilə gəldin, təsdiq elədin ki, bəli, bu şey neymiş? Haqq imiş. Aydındır, bir şeyin haqq olduğunu təsdiq elədin. Xub. İndi bizdə məntiq, burada məntiqin nə köməyi oldu? Bizdə məntiqin köməyi bu oldu ki, biz zaten məntiqi keçməmişdən əvvəl də bu şeyləri, məsələn, düşünürdük. Məntiqi keçməmişdən öncə də biz düşünürdük. Düşünmürdük? Düşünürdük. Yəni, məntiq bilmədən də çox insanlar məntiq oxumayıblar ki. Amma məntiq oxumadan hər bir insanın düşüncə qayda qanunu var. Bu düşünmək fitridir. Bəs məntiqin köməyi nədir bizə? Məntiqin köməyi, lap əvvəl dərslərimizdə keçdik, zehni səhv, xəta olan fikirlərdən qorumaq. Yəni, məntiq bizə onları öyrədəcək. Aydındır. Yəni, bizim əvvəl gündən, məntiq elmini başladığımız günündən ta bugünkü günə qədər keçdiyimiz elə bunlar hamısı nə qədər ki dərs keçmişik, bu məntiqin bir dənə müqəddimatı idi. Yəni, biz elə müqəddimat keçirdik. İnşallah gələn dərsimizdən əsas bəhslərə başlayacaq ki, bəhsi əlfaz deyərlər. Yəni, ləfslərin bəhsi. İndi sən sual verə bilərsən ki, əlbəttə, indi elə ora çatmamışıq, amma mən yüngülvari məlumat verim. Sən deyirsən ki, məntiq elmi nədən bəhs edir? Fikirlərin düzgün yönəldilməsindən, xətalardan qorunmasından, zehni fikri xətalardan qorumaqdan bəhs edir. Düzdür? Elmi kəsbinin vasitəsilə, yəni müəyyən nəticələrə yetişməkdən söhbət edir. Düzdür? Bəs burada bizim ləfslərə nə ehtiyacımız var? Ləfsdən ki, nəhv elmi bəhs eləyər. Məntiq elminin ləfsə nə ehtiyacı var? Biz onda belə cavab verərik. Deyərik ki, düzdür. Məntiq elminin ümumiyyətlə əlfaz bəhsinə ehtiyacı yoxdur, ləfs bəhsinə. Ləfsdən danışar yalnız nəhv elmi və sərf elmi. Siyanətul lisan ənil xətəil ləfsi. Məsələn, nəhv elminin tərifi. Nəhvi biz niyə görə öyrənirik? Dilimizi ləfsi xətalardan qorumaqdan ötəri. Bəs burada məntiqdə ləfzə nə ehtiyac var? Deyir, bəli. Bu məntiqdə ehtiyac var ləfzin mənalarına. Nə ləfsin özünə? Ləfsin mənalarına.
Məsələn, ləfsin lüğəvi və yaxud da hansısa dilə şamil olmasını məntiq elmi açıqlamır. Məsələn, bu ərəb dilinə dair, bu Azərbaycan dilinə dair, bu fars dilinə dair elə yox. Elə ləfslərdən söhbətimiz deyil. Əsas ləfslər barəsində söhbət eləyəcəyik ondan ki, ləfsin mənaları, məsələn, hər dildə olduğu kimi, bu ümumi mənaya malikdir. Məsələn, biz Azərbaycan dilində keçirik ya, anonim, antonim, sinonim, nə bilim, nə sinonim sözlər. İndi mən bunları Azərbaycan qrammatikasını gözəl bilmədiyimə görə bilmirəm ki, bunların tam surətdə tərifləri nədir. Məsələn, ərəb dilində belə bir şey var. Mütəzad, mütəbayin, məsələn, mütəradif, məsələn, deyək ki, iltizami, ləfz-i iltizami, məsələn, ləfz-i iltizamidir. Məsələn, ləfz-i mütabiqi, məsələn, ləfz-i mütabiqi. Məsələn, bunların içərisində ləfz-i mütabiqi niyə deyərlər, ləfz-i iltizami niyə deyərlər, aydındır? Yəni, ləfz-i mütəbayin niyə deyərlər, ləfz-i mütəradif niyə deyərlər? Bunları inşallah neyəcək? Məntiq elmində açıqlayacaq ki, tayin ki, nəticə, mövzu quranda bilək ki, hansı ləfzlərdən nə cürə hansı ləfz kullə dəlalət eləyir, hansı ləfz cüz'ə dəlalət eləyir, yəni hissəyə dəlalət eləyir. Hansı ləfz ümumi ləfzdir? Məsələn, deyək ki, əsəd sözü. Əsəd sözü həm heyvan adı var, şir. Ərəb dilində şir deməkdir, əsəd. Həm də insana da deyilir. Hə? Həm də insana da deyilir. İnsan adı da var, aydındır. Məsələn, buna nə cür ləfz deyirlər? Mütəradif deyirlər, mütəbayin deyirlər. Bu nə cür ləfzlərdəndir? Və biz bu ləfzləri harada istifadə eləyə bilərik və nə cürlə nəticə əldə eləyə bilərik? Aydındır. Yəni, o ləfzlərin işlədilmə qaydasından çıxardılan nəticələrə görə bizə lazımdır ki, ləfzlər barəsində də azca da olsa bizə məlumat versin. Məsələn, məntiq elmi bizə məlumat versin. Məsələn, burada şöbələr bölüb. Vücudu xaricisi, vücudu zehni, vücudu ləfzi. Məsələn, vücudu ləfzi, insan məsələn düşünəndə bir dəfə vücudu xaricini düşünür. Bir dəfə vücudu zehnini düşünür, bir də vücudu ləfzini. Yəni, hər bir şey üç şeydən ibarətdir. Yəni, hər bir şeyin bir vücudu xaricisi var. İnsan məsələn, xırda bir yolla deyim, asan bir yolla deyim. İnsanın vücudu xaricisi var. Vücudu zehnisi var. Bir də vücudu ləfzi, insan ləfzi var. Düzdür? Yəni, hər bir şey xaricdə gördüyümüz, hər bir şey üç şeydən ibarətdir. Vücudu xarici, yəni materiya, belə deyək də. Vücudu xarici, vücudu zehnisi, bir də vücudu ləfzi. Yəni, bunun vücudu xaricisi varsa, bu stəkanın, vücudu xaricisi varsa, bir dənə vücudu zehnisi də var. Yəni, sən bunu təsəvvür də eləyə bilirsən beynində. Əgər bunun vücudu xaricisi varsa, həm vücudu zehnisi varsa, bir dənə vücudu ləfzisi də olmazdı. Yəni, bu nə adlanıb? İstəkan. Hə? Stəkan. Bu yazılanda vücudu ləfzisi də var da bunun. Aydındır. Yəni, materiyadan ibarət olan hər bir şeyin üç dənə haləti var. Vücudu xarici, vücudu zehni və bir də vücudu ləfzi ki, inşallah gələn dərsimizdə bu barədə keçəcəyik. Və bu elm-i zəruri, dedik ki, elm-i zəruri nədir? Elm-i zəruri budur ki, öz-özünə hasil olsun. Yəni, heç bir şeyə kəsbə ehtiyacımız yoxdur. Fikrə ehtiyacımız yoxdur. Məsələn, havanın soyuqluğu, günəşin çıxmağı və yaxud da məsələn, bir şey gözümüzün qabağında gördüyümüz bir şeyin var olması, bu zəruri elmlərdir. Məsələn, yalan danışmaq, məsələn, pis əməldir. Bu zəruri bir elmdir də, aydındır. Məsələn, deyək ki, zülmün qubh olması, məsələn, pis qəbih olması. Bunu fikirləşməyə ehtiyac yoxdur ki, görəsən zülm eləmək qəbihdir, yoxsa həsəndir. Buna ehtiyac var. Məsələn, hər bir insan bilir ki, ağlı kəsən hər bir insan bilir ki, zülm eləmək nədir? Qəbihdir. Məsələn, ehsan eləmək, bir insana yaxşılıq eləmək, bir insanın əlindən tutmaq. Bu kəsbə, fikrə ehtiyacı var bunun? Xeyr. Yəni, elmi zəruridir də bu. Adi bir şeydir, yəni bunu fikirləşməyə ehtiyac yoxdur.
Amma elmi zərurinin bizə köməyi nədir? Elmi zərurinin bizə köməyi odur ki, biz xırda-xırda elmi zərurinin vasitəsi ilə gedib elmi kəsbi və nəzərinin nəticəsini əldə eləyə bilirik. Yəni bizim zəruriyyətə qarşı elmimiz olmasa, bu nəzəri elmləri tapa bilmərik. Biz xırda-xırda ki, o elmi zəruri bizə toplanır, üstümüzə gəlir, həmin o elmi zərurilərin vasitəsi ilə, biz zəruriyyətin vasitəsi ilə gedib elmi kəsbini və nəzərini tapırıq. Məsələn, bir dənə adi misal deyəcəm sənə, sonra lap loru dildə başa salacağım. Bir zaman var idi, sərf elmi oxuyurdun. Hə? Sərf elmi oxuyurdun, əvamilin adı gələndə qulaqların cingillirdi ki, görəsən əvamil nə kitabıdır. Hə? Amma bir zaman sərfi oxudun, qutardın, gəldin, yetişdin əvamilə. Əvamili oxudun, əvamili nə qədər ki oxumamışdın, sənin üçün dərin bir kitab idi. Dərin bir elm idi. Amma əvamili biləndən sonra sənin üçün nə oldu? Zəruri. Sənin üçün oldu zəruri. Artıq düşünmədən, yəni sən əvamilin qaydalarını öyrənəndən sonra, yəni onun qaydaları, qanunları sənin üçün zəruri oldu. Yəni mələkə oldu səndə bu şeylər. Aydındır? İndi bu sən əvamili bilməsən, hidayəyə yetişə bilərdinmi? Hidayəyə yetişə bilməzdin. Bu əvamil ki, sənin üçün vaxtı ilə nəzəri kəsbi bir elm idi, sonra dönüşlü oldu zəruri bir şey, yəni asan bir şey. İndi bu zəruriyyətin vasitəsi ilə sənin üçün kəsbi elm nədir? Hidayə, sən ondan hidayəyə çatacaqsan. Aydındır? Yəni, bəzi zəruri elmlər var ki, o zəruri elmlər, yəni həyatımızda olan zəruri elmlər bizə kömək olurlar ki, kəsbi və nəzəri elmi əldə eləyək. Aydındır? Məsələn, bir zaman var idi, uşaq üçün oxumaq, yəni üzündən bir kitabı oxumaq çox çətin idi. Çünki hərf tanımırdı. Hərf onun üçün nəzəri və kəsbi bir elmi idi. Hərfi. Amma getdi məktəbə, əlifba oxudu, hərfi öyrəndi, artıq üzündən oxumaq onun üçün nə oldu? Zəruri oldu, bədihi oldu. Yəni o çətin bir şey yoxdur ki, orada açır kitabı, artıq məsələn 32 dənə hərfdir, 32-sini də bilir, yəni göz yumdu, başlayır oxumağa. Hə? Bu zəruri elm, yəni oxumaq, bu zəruri elm səbəb oldu ki, oxuduqca başqa kəsbi elmləri əldə eləsin. Aydındır? Yəni, bəzi zəruriyyatlar var ki, həmin o zəruriyyatlar bizi kəsbi elmə, elə bil ki, bizim bazamızı çoxaldır və bizi kəsbi və nəzəri elmə doğru aparır. Və bəzi bizim üçün nəzəri və kəsbi olan elmlərin təsdiqini əldə etmək üçün bəzi zəruriyyatlardan biz istifadə edirik. Hansı ki, bizim üçün zəruridir. Digəri üçün həmin o elmlər kəsbidir. Aydındır? Məsələn, sənin üçün indi məntiq bir dənə zəruri elmdir, çünki məntiq oxuyursan, məsələn, oxuduqların artıq sənə zəruridir. Yəni, sənin üçün bədihidir. Bilirsən də sən bunları. Düzdür? Amma məntiqin adını eşitməyən üçün məntiq nədir? Kəsbi və nəzəri elmdir. Kəsbi və nəzəri elmdir. Gərək o məntiqə gəlib yetişmək üçün birinci ərəb dilinin qrammatikasını bilsin, birinci sonra ərəb dilini də bilsin. Əlbəttə, ərəb məntiqi oxuyacaqsa, yəni müzəffərin məntiqini oxuyacaqsa, gərək ərəb dilini bilsin. Hə? Və ona müəyyən dərslər öyrədilsin ki, gəlsin, yetişsin, məntiqi oxusun ki, məntiq də onun üçün zəruri olsun. Aydındır? Şimdi, bu bir dənə də loru dilindən misal gətirirəm. Bir insan biznes işi qurmaq istəyir. Onun əlində, yəni həmin o insan ki, biznes işi qurmaq istəyir, onun əlində pulu olmasa, o biznes işi qura bilər? Xeyr. Və o biznes işi, deyək ki, əlində bir miqdar pulu var, həmin o pulla biznes quracaq, özü üçün yaşayışını təmin eləyəcək. Məsələn, çox az miqdarda məsələn pulu var. Deyək, 200-300 manat pulu var. Bu biznes işini niyə görə qurur? Öz yaşayışının rifahını təmin etməkdən ötəri. Və bu elə 300 manat əlində varsa, biznesi qurur ondan ötəri ki, bu 300 manatı artırsın. Düzdür? Yəni, yavaş-yavaş o 300 manat şişir, gəlir olur, məsələn, deyək, 1000 manat.
Yəni bu biznesdir, ticarətlə məşğuldur, aydındır. Bu ticarətlə o az pulla başlayır, yavaş-yavaş ticarət elədikcə bir zaman görür ki, 1000 manat əlində pulu var, bir heç olmasa 2000 manatlıq da, 1000 manatlıq da malı var. Aydın? Demək bunun 2000 pulu var. Və bir müddətdən sonra görürsən ki, həmin bu 300 manatla başlayan insan zamanın ən varlı adamlarından biridir. Həmin o 300 manatla başlamışdı ya. Yəni dama göl olar məsələsi. O yavaş-yavaş həmin bu şəxsi qazanc vasitəsilə neynədi? O xırda qazanc vasitəsilə qaldırdı, elədi milyoner və yaxud da milyarder. Həmin o xırda qazancların vasitəsilə. Deyir, elm də bu cürədir. Elm-i zərurinin vasitəsilə, xırda, bir dənə görəcəksən ki, elə bir kəsbi bir elmə yetişmisən ki, həmin o kəsbi elmin, yəni həddi hududu yoxdur. O qədər ki, insan elmlənir, bir zaman görürsən ki, həqiqətən nədir? Yəni, sən də müəyyən elmlərin sahibisən. Aydındır. Amma tacirin ticarəti ilə bunun müqayisədə fərqi nədir? Tacir ola bilər ki, ticarətində uduzsun, yəni ziyan eləsin, iflas eləsin. Amma elm baxımından uduzmaq söhbəti yoxdur. Artacaq ki, azalmayacaq. Aydındır. Sən deyə bilərsən ki, mən filan elmi oxudum, filan elm yadımdan çıxdı. Xeyr. Nabarud, əksinə bu daha da fəallaşacaq. Elm oxuduqca Həzrəti Əli əleyhisselamın Nəhcül Bəlağada bir kəlamı var. Deyir ki, malı xərcləyərsən qutarar, elmi xərcləyərsən çoxalar. Yəni, məsələn, elm elə bir irsdir ki, mal irs olar gedər. Amma elm irs olar artar. Malı xərcləyərsən qutarar, elmi xərcləyərsən çoxalar. Aydındır. Yəni, malda, varda, dövlətdə iflas var, amma elmdə iflas söhbəti yoxdur. Elm %100, yəni qələbədir. Aydındır. Şimdi bu elmi zəruri dedik ki, bizə səbəb olur ki, biz elmi kəsbini əldə eləyək. Ona görə də elmi zəruri bədihi, yəni həmçinin bədihi deyərik biz buna. Elmi bədihiyə bizim məntiqdə ehtiyacımız yoxdur. Çünki elmi bədihi öz-özünə doğulan bir şeydir. Yəni insanda öz-özünə, insanın fitrətindən doğulan bir şeydir. Elmi bədihi. Məsələn, bu atadır. Bunun ata olmağını sübut eləməklə, bu bədihi bir şey. Bu anadır. Məsələn, bunun ana olmasını sübut etmək üçün, yəni heç bir elmə ehtiyac yoxdur. Bu elmi zəruri öz-özünə insanda hasil olduğuna görə bizim məntiq elmində elmi zəruriyə ehtiyacımız yoxdur. Biz məntiq elmində oxuyacaq yalnız elmi nəzəri, təsəvvuri və təsdiqi. Elmi təsəvvuri, nəzəri və elmi təsdiqi, nəzəri. Yəni bizim işimiz məntiq elmində ancaq ta axıra qədər İnşallah oxuyacaq biz nəyi? Elmi nəzəri barəsində. Bizim elmi bədihi ilə işimiz yoxdur. Bədihi yəni öz-özünə ortaya çıxan bir şeydir. Aydındır. Və gəlib burada məntiq elmini 6 dənə hissəyə bölüb. 6 dənə hissədən birinci bab məbahisul əlfazdır. Yəni ləfzlərin bəhsləridir. İkinci bab məbahisi kullidir. Yəni kulli və cüz'i məsələləri, kulli nədir, cüz'i nədir? Birinci hissənin 3-cü babı müərrif və müərrifə birləşən qismətlər. Müərrif yəni ki, təsəvvür. O təsəvvür ki, səni müəyyən bir yerə yetişdirəcək. Müərrif, məsələn, mən onu demədim. Demək, bizim elmi məntiqdə dərsimiz olacaq inşallah müərrif və hüccət barəsində. Müərrif, yəni təsəvvür. Hər müərrif barəsində bizim söhbətimiz olmayacaq. Müərrif, məsələn, biz təsəvvür ki, deyirik, elmi təsəvvürü, nəzəri ki, deyirik. Elmi təsəvvürü, nəzəri, yəni o müərrifi musildir. Yəni musil, yəni nə? Səni nəticəyə yetişdirən müərrif, təsəvvür.
Yəni bəzi təsəvvürlər var ki, səni heç bir yerə yetişdirmir, heç bir nəticəyə yetişdirmir. Məsələn, Zeyd. Zeyd deyəndə sənin beyninə Zeyd gəlir, təsəvvür edirsən Zeydi. Amma o səni heç nəyə yetişdirmir. Heç bir nəticəyə yetişdirmir. Sadəcə bilirsən ki, Zeyd bu şəxsin adıdır. Aydın? Bir də var, deyirsən ki, əl-insanu heyvanun natik. Əl-insanu heyvanun natik. Əl-heyvanu insanun natik, sən bunu təsəvvür eləyirsən və bu səni yetişdirir ona ki, həqiqətən də insan heyvanı natikdir. Bu həqiqətən də insan heyvanı natikdir, bu hüccətdir artıq. Hüccət yəni təsdiq. Aydındır? Bundan sonra təsəvvürə deyəcəyik, müərrif-i musil. Yəni o müərrif ki, səni yetişdirir. Nəyə? Hüccətə. Aydındır? Təsdiqə isə deyəcəyik nə? Hüccət. Aydındır? Yəni hər müərrif bizim dərdimizə dəyməz. Hər müərrif, hər təsəvvür bizim dərdimizə dəyməz. O təsəvvür, yəni o müərrif bizim dərdimizə dəyər ki, o müərrif musildir. Yəni bizi nəticəyə yetişdirir. Hə? Zeydi təsəvvür etməyimiz bizi nəticəyə yetişdirmir. Zeyd adi insanın adıdır və Zeyd deyən kimi mənim beynimə gəlir, bəli. Təsəvvür eləyirəm Zeydin varlığını. Amma bu məni bir nəticəyə yetişdirmir. Mən kəsbə aparmır, mən kəsb elmi aparmır. Nəzərə doğru aparmır. Amma heyvanun natik deyəndə mən suğra, kubra qururam, neynirəm falan eləyirəm və nəticəyə gəlirəm ki, əl-heyvanu insanun natik. Hə? Əstəğfirullah. Əl-insanu heyvanun natik. İnsan heyvanı natikdir, aydındır. Və ikinci hissə olacaq məntiqdə. 4-cü bab, ikinci hissə öz zimninə alır 4-cü babı və 5-ci babı. 4-cü bab qəziyyələr və onların hökmləri barəsində danışacaq. 5-ci babı isə hüccət və onun təlifinin heyəti barəsində danışacaq. Üçüncü hissə bir babdan ibarətdir 6-cı baba. Fis sənaatil xəms. Sənaatil xəmsə barəsində danışacaq. İnşallah bu sənaatil xəmsə, bunların hamısına biz yavaş-yavaş Allah tövfiq inayət eləsə, gəlib çatacaq Allahın izni ilə. Aydındır, ibarəti oxuyuram. İndi diqqətlə bax, harada nəyi başa düşmədin, soruş inşallah. Bismillahirrahmanirrahim. Əbhasul məntiq. Məntiqin bəhsləri. Məntiqin bəhsləri. Yəni məntiq nədən bəhs eləyəcək? Məntiqdən biz məntiqi niyə görə öyrəndik? Bura qədər nə oxuduq? Yəni ona bizə o barədə məlumat verir. Elmul məntiq. İnnəma yuhtacu iləyhi li təhsilil ulumun nəzəriyyə. Elmi məntiq odur ki, ehtiyac vardır ona li təhsilil ulumun nəzəriyyə. Nəzəri elmləri əldə etmək üçün, hasil etmək üçün. Aydındır? Və zəruri elmləri hasil etmək üçün bizə ehtiyac yoxdur məntiq elminə. Biz məntiq elmini oxuyuruq ona görə ki, yuhtacu iləyhi. Bizim ehtiyacımız var ona li təhsilil ulumun nəzəriyyə. Nəzəri elmləri hasil etməkdən ötəri. Aydın? Ləənnəhu. Çünki həqiqətən elmi məntiq. Hu qaydır elmi məntiqə. Ləənnəhu. Çünki həqiqətən elmi məntiq. Huvə məcmuətü. Huvəyi təfsiridir. Huvə şən huvəzdir. Yəni şən budur ki, məcmuətü qəvaninil fikr vəl bəhs. Çünki məntiq elmi bir dəstə fikir və bəhs qanunlarından ibarətdir. Aydındır? Yəni çünki məntiq elmi niyə görə bizə ancaq elmi nəzərini öyrədir? Çünki məntiq elmi qayda qanunları bizə öyrədir. Bir dəstə qayda qanunların, fikrin və bəhsin cəm olmuş qayda qanunlarından ibarətdir. Aydındır? Bizə öyrədəcək ki, necə fikirləşsin sən düz nəticəyə gedib çıxa bilərsən. Məsələn, kullu əlif bey, kullu bey cim. Pəs məsələn, kullu əlif cim. Məsələn, belə gətirib bizə suğra, kubra qurmağı, qəziyyə qurmağı və nəticəyə gəlməyi, düzgün nəticəni əldə etməyi bizə öyrədəcək. Məsələn, mən keçən dərslərdə bir misal vurmuşdum. Məsələn, deyir ki, divar muş darət. Muş quş darət, pəs divar quş darət. Yəni, divardan mış var, mışın qulağı var. Onda belə çıxır ki, nəticəyə gəlir ki, divarın qulağı var. Bu, səhv nəticədir. Və bu cür səhv düşünməmək üçün, bəzi qayda qanunlar var ki,
o qayda qanunları bizə məntiq elmi öyrədəcək. Aydındır? Məsələn, deyir ki, kullu məznunul xəmriyyə haramun. Hə, haza məznunul xəmriyyə. Deyir, məznunul xəmriyyə haramdır. Yəni, o şey ki, onun şərab olmağı zənn olundusa, o haramdır. Bu suda məznunul xəmriyyədir. Yəni, zənn olunur ki, bu şərabdır. Pəs nəticə budur ki, haza haramdır. Bax, deyir ki, məznunul xəmriyyə haramdır. Məznunul xəmriyyə, yəni o şeyi ki, o suyu ki, onun şərab olması düşünülür, məznunul xəmriyyə, yəni bu deməkdir. Zənn olunur ki, o şərabdır, məznunul xəmriyyə haramdır. Bəs bu, həmin o məznunul xəmriyyədir. Əgər bu məznunul xəmriyyədirsə, fəhuvə haramdır. Hə? Fəhuvə haramdır. Nəticəni belə əldə edirlər. Aydındır? Suğra qurur, mövzu qurur, gəlir suğra, kubra, mövzu, ondan sonra nəticəni əldə edir ki, bəs bu haramdır, yoxsa halaldır. İndi biz deyirik ki, məznunul xəmriyyə haramdır. Məznunul xəmriyyə haramdır. Yəni, o şeyin ki, o suyun ki, demək, haram olma, şərab olması zənn oluna. Gör, bunun içindən nə çıxır? Onun şərab olması zənn oluna. O haramdır. Aydındır? Onun şərab olması zənn olunmasa, o haram deyil. Hə? Bu nə deməkdir? Bu o deməkdir ki, o şərab olsa da, onun içindəki şərab olsa da, amma sən zənn eləmirsən ki, o şərabdır. Zənn eləyirsən ki, sudur. Onda o halaldır da. Amma halal deyil axı. Şərab halal olur bəyəm? Sən zənn eləmirsən ki, o şərabdır. Sən zənn eləyirsən, o sənin fikrə nisbətdə halaldır. Amma zatı haramdır onun. Ki, inşallah o rəsail bəhsində keçəcək bunlar barəsində. Bax, bunları bilmək ona görə vacibdir. Ki, bu rəsaildə, məalimdə və yaxud da kifayədə məntiqi bəhslərə daha çox yol verilir. Ki, gərək, məsələn, orada insan öz əqlindən istifadə eləyər. Məsələn, əxbarilərlə üsulilər arasında dava gedir. Nə üstündə? Bizim əqlə ehtiyacımız var şəri məsələlərdə, yoxsa ehtiyacımız yoxdur? Hə? Məsələn, əxbarilər deyirlər ki, ümumiyyətlə insan əqli dəlilinə, şəri məsələlərdə, əqli dəlillərinə söykənə bilməz. Yəni, əqlinə söykənə bilməz. Nə varsa sünnətdə, Quranda. Ondan istifadə eləyəcək. Amma üsul alimləri deyirlər ki, xeyr, ağıl özü Allah tərəfindən bir nemətdir. Allah bizə düşünmək qüvvəsi verib. Yəni, bəzi şeylər var ki, orada əqildən istifadə eləmək olar. Əqildən də nə cürə istifadə eləyəcəksən, ona görə də gərək məntiqi biləsən ki, ictihad qaydalarını və üsul qaydalarını düzgün əldə eləyə biləsən. Aydındır? Lənnəhu və məcmuətü qəvaninil fikr vəl-bəs. Çünki, demək, məntiq elmi o bir dəstə fikir və bəhs qaydalarının cəmidir. Yəni ki, bir dəstə fikirləşmək üçün, bəhs etmək üçün qəvanini, qaydaları, qanunları özündə cəm eləyibdir. Aydındır? Əmmə zəruriyyat fəhiyyə hasilətun binəfsihə. Amma zəruriyyat, yəni bədihiyyat, bədihi elm, hasilətun binəfsihə. O öz-özünə hasildir. Yəni, bunda heç fikrə, qaydaya, qanuna ehtiyac yoxdur ki. Məsələn, bu zəruri olan elmləri əldə eləməkdən ötəri heç bir qayda qanuna ehtiyacımız yoxdur. Əgər bizim heç bir qayda qanuna ehtiyacımız yoxdursa, ondan bəhs eləməyə ehtiyacımız var? Xeyr. Ona görə də biz ancaq burada zərurini qoyuruq kənara, nəzəri və kəsbi elmdən danışacağıq. Bəlhiyə rəsul malil əsli li kasibil ulum. Bəlkə bu zəruriyyat hiyə qaydır zəruriyyata. Yəni, zəruri elmlər rəsul malil əsli. Yəni, əsli sərmayədir. Əsli sərmayədir. Yəni, bünövrədir. Bir dedim, 300 manat xırda-xırda. Deyir, bəlkə bu zəruriyyət
rə'sul malil əslidir. Yəni bizim üçün bir dənə sərmayədir. Nə üçün? Likasibil ulum. Elmi kəsb eləyən insan üçün. Elmi kəsb eləyən insanın zəruri elmi olmalıdır ki, gedib nəzəri elmə çıxa bilsin. Aydındır. Heç olmazsa anlayışı olmalıdır bu adamın. Ki bu taxtadır, bu dəmirdir, bu daşdır və yaxud da məsələn deyək ki, bu qələmdir, bu kitabdır, bu nədir, bu nədir. Yəni tayin ki, zəruri elmin olmalıdır sənin ki, niyə gedib çıxasan? Nəzəri elmə çıxasan. Bəlkə deyir ki, bu zəruriyyat, biz zəruriyyatdan bəhs eləməyəcəyik məntiqdə. Bəlkə bu zəruriyyat özü bir dənə rəsul malil əslidir. Yəni əsli sərmayündirsə, maya. Biz deyirik maya. Əlində bir dənə mayadır. Nəyə gedib çıxmaq üçün? Elmi kəsb eləməkdən ötəri. Aydındır? Likasibil ulum, yəni elmi kəsb eləyən insan üçün bir dənə mayadır. Rəsul maldır. Aydındır? Rəsul mal, yəni ki, rəsul malil əsli, yəni elə bil ki, bəzi yerlərdə deyirlər, axçəmirə, droş, nə bilim, maya, belə bir şeylər. Yəni, sənin əlində bir dənə mayadır ki, sən gedib əsli mətləbə çatasan. Yəni, zəruriyyət budur. Bəlihiyyə, bəlkə bu elmi zəruri, rəsul malil əsli li kasibil ulum, kasib-i ulum üçün, yəni elmi kəsb eləyən insan üçün bir dənə əsli rəsul maldır, yəni əsli sərmayədir. Yəktəsibə bihi, yəni tayin ki, əldə eləyə, yəktəsibə bihi, yəni ki, o zəruri elmin vasitəsilə kəsb eləyə, liyərbəhəl məlumatən nəzəriyyətəl məfqudətə indəhu, tayin ki, qazana o məlumatı nəzəriyyə ki, məfqudədir indəhu, yəni kasib-i ulumun yanında. Məfqudədir. Məfqudədir, yəni yoxdur. Bu xırda, bu ibarəti biraz qarma-qarışıq yazıb, belə başa salım səni. Deyir ki, yəktəsibu bihi, deyir ki, kəsb eləyər kasib-i ulum, bihi qaydır kasib-i uluma. Kasib-i ulum, yəni ki, elmi kəsb eləyən, elmi kəsb eləyən insan. Elmi kəsb eləyən insan üçün zəruri elmlər onun əlində bir dənə rəsul maldır, yəni bir dənə mayadır. Liyərbəhə, liyərbəhə yəni qazana. Qazana, liyərbəhə yəni qazana. Nəyi? Məlumatən nəzəriyyə. Nəzəri məlumatları. Yəni zəruri elmin vasitəsilə qazana nəzəri məlumatları. Hansı nəzəri məlumatları? Əl-məfqudətə indəhu. O nəzəri məlumatları ki, həmin kasib-i ulumun yanında yoxdur o məlumatlar. Zəruriyyətin vasitəsilə onları əldə eləyəcək. Aydındır? Yəni, əvvəl sən hidayəni bilmirdin, əvamil sənin üçün zəruri bir elmi idi, əvamilin vasitəsilə sən nə elədin, bilmədiyin şeyi əldə elədin. Məfqudəni əldə elədin. Məfqudə yəni yoxdur. Məfqudə sifətli nəzəriyyə üçün. Aydındır? Nəzəriyyətəl məfqudə, yəni o nəzəri elmlər ki, məfquddur. Yəni, faqiddir. Yoxdur, kimin yanında indəhu, indəhunun huzu qaydır kasib-i uluma. Yəni, elmi kəsb eləyən insan, yəni sənə. Aydındır? Fəizə iktəsəbə miqdarən minən nəzəriyyat zadə rəsi malihi bi ziyadəti məlumatihi. Deyir, o zaman ki, kəsb eləyər ondan bir miqdarını, yəni əldə eləyər ondan bir miqdarını, yəni nədən bir miqdarını? Minən nəzəriyyat, nəzəri elmlərdən bir miqdarını. Mini bəyaniyyədir. Minən nəzəriyyat, yəni nəzəri elmlərdən bir miqdarını zadə rəsu malihi bi ziyadəti məlumatihi. Məlumatının artması ilə rəsu malı çoxalır, sərmayəsi çoxalır. Rəsu mal yəni sərmayə. Elə bir ki, mənim əvvəl əlimdə 300 manatım var idi, bunu mən qoydum mala, mən başladım buna ticarət eləməyə, nə qədər ki qazandım üstündən mənim mayamın üstünə artır. Aydındır? Zəruri elm vasitəsilə biz nəyə yetişiriksə, zəruri elm vasitəsilə biz nəyə yetişirik, nəzəri elmlərə yetişiriksə, bizim məlumatımızın üstünə gəlir. Məlumatımızın, yəni məlumatımız artır. Aydındır? Fəizə, bir də oxuyuram. Fəizə iktəsəbə miqdarən minən nəzəriyyat, elə ki deyir, kəsb eləyər bir miqdar nəzəri elmlərdən bir miqdarını kəsb eləyər. Məsələn, əvamil oxuyurdun, artıq başlayırsan hidayə oxumağa. Zadə rəsu malihi artacaq öz sərmayəsinin üstünə. Yəni, bazı, əvvəl əvamil bilirdin, indi artıq hidayədən 14 dənə məsələn dərs keçmirsən. Artır, artmır.
Zadə rəsu malihi bi ziyadəti məlumatihi. Məlumatının artmasıyla mayası çoxalacaq. Aydındır? Qəşəng başa düşdün ibarət. Fəyəstəti'u ən yəktəsibə məlumatin əksər. Deyir, bu bir çox məlumatların vasitəsilə kəsb eləyəcək, qüdrətlənəcək. Aydındır? Gücə gələcək də. Bu məlumatlar çoxaldıqca fəyəstəti'u, yəni qüdrət sahibi olacaq, güclənəcək. Neynə? Ən yəktəsibə məlumatı əksər. Bir çox məlumatı əldə etməklə, kəsb etməklə. Ən yəktəsibə, yəni kəsb etməklə məsdərə təbil edəcəksən. Ləənnə ribhət tacir adətən yəzidu kulləmə zadət sərvətuhul maliyyə. Çünki həqiqətən tacirin faydası, ribhu tacir, yəni tacirin qazancı adətən budur ki, yəzidu kulləmə zadət sərvətuhul maliyyə. Artırar öz malının, sərvətinin üstünə. Aydındır? Tacirin işi budur. Malını artırsın, xırda-xırda başlasın, qəpik quruşla başlasın, yavaş-yavaş gedib çıxır, bir də görsən oldu milyarder. Qəpik quruşla başlamışdı ya. Dilənə-dilənə. Bir zaman var idi, nə inirdi? Elə-belə məsələn, kiminsə ayaqqabısını şotqalayırdı. Onunla qəpik yığdı, nə inədi? Özünə biraz sərmayə düzəltdi və bir zaman sonra bu sərmayənin vasitəsilə həm ayaqqabı şotqalayırdı, həm də orada saqqız korobkası qoymuşdu, saqqız da satırdı. Bu biri tərəfdə məsələn çupa-çup da qoymuşdu, həmin o sərmayəni. Bu başlayır, həm ayaqqabı şotqalayır, həm saqqız satır, həm də çupa-çupun satır. Amma əvvəl bunlar yox idi. Bir müddətdən sonra ondan da gələn sərmayə artır axı. Artdı, toplandı. Bir zaman görürsən ki, artıq ayaqqabı şotqalamağı buraxıb, özünə bir dənə balaca stol qoyub qabağına. Artıq məsələn orada simiçkada qoyub, artıq orada ayaqqabı şotqası qoyub, ayaqqabı mazı qoyub, nə bilim qayçı qoyub, daraq qoyub. Yəni satır, ticarətlə məşğuldur. Və bir zaman sonra görürsən ki, həmin o stol ki qoymuşdu qabağına, o dönüşüb olub bir dənə dükan, balaca bir dükan. Laryok. Məsələn, deyək, məsələn, kioska. Hə? Bir müddətdən sonra o kioska nə olur? Bir dənə olur mağazin, dükan və bir müddətdən sonra baxırsan, görürsən ki, bu adamın əlində dükan yox, dükanlar var. Aydındır. Halbuki bu nədən başlamışdı? Ayaqqabı şotqalamaqdan başlamışdı. Yəni, hər zaman qəpik bunun sərmayəsinin üstünə gəlir. Tacirin bir adəti budur. Tacirin faydası budur. Adətən öz malının üstünə artırmaqla malını neynəyər? Çoxaldar. Kasib-i elmdə eyni ilə həmin o tacir kimidir. Elmini çoxaltmaqla məlumatı çoxalar və məlumatı çoxalmaqla bir zaman görərsən ki, artıq məsələn elmi nəzərini əldə edibdir, olubdur alim. Aydındır? Yəni nisbətən. Və hakəzə talibul elm. Və bu cürədir talib-i elm, yəni elmi tələb eləyən insan. Kulləma iktəsəbə təzidu sərvətəhul elmiyyə və təttəsiu ticarətuhu. Deyir, hər nə qədər ki, kəsb eləyə, yəni elm kəsb eləyə, talib-i elm hər nə qədər ki, elm kəsb eləyə, onun elmi sərvəti artacaq, təzidu sərvətuhul elmiyyə, yəni onun elmi sərvəti artacaq və təttəsiu ticarətuhu və onun ticarəti təttəsiu, yəni genişlənəcək. Yəni elmi bazası genişlənəcək. Yəni bir zaman var idi, sən otururdun burada, mən dərsi deyirdim, sən qulaq asırdın və bir müddətdən sonra sən oturacaqsan. Burada sən dərs deyəcəksən, onlar qulaq asacaq. Yəni artıq sən olacaqsan alim. Yəni bir müddətdən sonra. Digər insanlara nisbətən alim olacaqsan. İndi talib ol, elmsən, bir zaman olacaqsan, nə? Ustad. Məsələn, dərs deyəcəksən. Aydındır? Yəni talib-i elm, indi sən ustad olmaq üçün nə etməlisən? Sən yavaş-yavaş məlumatlar toplamalısan. Həmin o məlumatlar zəruriyyətlər vasitəsilə toplanılır. Zəruri elmlər vasitəsilə toplanılır. Hansı ki, bir zaman həmin o zəruri elmlər sənin üçün kəsbi və nəzəri elmlər idi. Aydındır? Amma indi sənin üçün zəruridir. Yavaş-yavaş genişləndirdin və bəli, gəldin, yetişdin müəyyən bir yerə ki, sənin o xırda-xırda qazancın sayəsində oldun bir dənə nə? Alim. Aydındır? Fəyyətəzəəfu ribəhəhu
və onun ribhəhu, yəni ki, faydası, qazancı. Qazancı yətəzaəfu, yəni 2 qat artacaq, şiddətlənəcək. Yətəzaəfu, yəni 2 qat olacaq, şiddətlənəcək. Əvvəl 1 qat idi, yavaş-yavaş olacaq 2 qat. Bəl tacirul elm məzmunir ribh bil iktisab la ke taciril mal. Bəlkə elmin taciri zamindir, məzmundur öz qazancına, zamindir öz qazancına. Yəni ki, iflas eləməz. Elmin taciri iflas eləməz. Zamindir öz qazancına. Nə qədər artırsa elmini azalmayacaq, çoxalacaq. Zamindir öz qazancına. Bil iktisab, yəni kəsb etməklə. Kəsb etməklə öz elminə nədir? Zamindir, məzmundur. Aydın? La ke taciril mal. Tacirin mal kimidir? Aydındır? Adi tacir mal ticarəti ilə məşğul olan insan kimidir? Çünki o mal ticarəti ilə məşğul olan insan öz sərvətinə zamindir. Bir zaman ola bilər iflas da eləsin. Və yaxud da yansın, aradan geçsin. Aydındır? Dükan idi. Mən illər boyu əziyyət çəkmişdim. Dükan düzəltmişdim. Nəmna boyda bir dükanım var idi. Gecə ilə gəldilər, yandırdılar. Bu gecə milyoner yatdım, səhər durdum, gördüm ki, heç fəqirəm, heç 1 manat pulum yoxdur. Niyə? Dükanım yanıb, bütün varım, dövlətim hamısı dükanda idi. Yəni zamindir tacir mal öz qazancına, amma tacirul elm zamindir öz qazancına. Aydındır? Elmul məntiq və elmul məntiq yəbhəsu ən keyfiyyəti təlifil məlumatil məxsunə indəhu. Elm-i məntiq bəhs edir beynində olan, bazada olan məlumatların necə təlifinə, necə təlif eləyəcəksən onları. Aydındır? Necə təlif eləyəcəksən? Bir var, məsələn, burada təlif yazıb. Bir də var, məsələn, tərkib. Yaza bilərdi keyfiyyəti tərkibil məlumat. Tərkibi məlumatla təlifi məlumat arasında yerlə göy qədər fərq var. Ona görə təlif yazıb. Biz hər bir şeyin xırdalığına gedirik. Məsələn, bir var deyirsən ki, bu ev nədən tikilib? Bir var deyirsən ki, bu ev tikilib simentdən, daşdan, qumdan, məsələn, taxtadan. Bu tərkibdir. Hə? Taxtanın, daşın, qumun, simentin tərkib tapması ilə bu ev meydana gəlir. Buna deyirlər tərkib. Amma təlif nədir? Təlif budur ki, bir arxitektor gəlir, yazır ki, burada filan qədər siment işlətmək lazımdır. Burada filan armaturlardan istifadə etmək lazımdır. Burada filan qədər daşlardan və filan daşlardan. Yəni, əgər bunlardan olmasa, ev nə olar? Bərbad vəziyyətdə olar. Buna deyirlər təlif. Aydındır? Yəni, elm-i məntiq bizə nəyinsə tərkibini öyrətmir. Bizə təlifini öyrədir. Yəni, necə fikirləşməliyik ki, həmin o fikirlər bizi doğru yola aparsın. Məsələn, bina düzəltsin. Aydındır, binanı möhkəm düzəltsin. Biz bilirik zaten bu bina simentdən, daşdan, qumdan düzələr. Amma harada nəyi işlətmək lazımdır, necə işlətmək lazımdır, nə miqdar işlətmək lazımdır, biz onu bilmirik. Bizə onu məntiq öyrədir. Aydındır? Biz bilirik ki, filan elmi əldə etmək üçün filan kitablara müraciət eləmək lazımdır. Amma o nəzərləri biz necə toplamalıyıq, biz onlardan necə istifadə eləməliyik, ta ki, düzgün nəticəyə yetişək, hansı qaydalardan istifadə eləməliyik, onu bilmirik. Onu bizə məntiq elmi öyrədir. Aydındır? Ona görə burada təlif deyib, tərkib deməyib. Aydındır? Deyir, elmi məntiq yəbhəsu ən keyfiyyəti təlifil məlumatil məxsunə indəhu. Deyir, elmi məntiq öyrədər, bazada olan məlumatların təlifinin necəliyini, yəni necə təlif eləyəcəksən bazında olan, xəzinədə olan elmləri necə təlif eləyəcəksən, hansı qaydalarla gəlib yetişəcəksən elmi nəzəriyyə. Liyətəvəssələ biha, yəni bihanın hansı qaydır məxsunəyə, yəni bazada olan, xəzinədə olan məlumatlara. Liyətəvəssələ biha, yəni bazada olan elmlər səni yetişdirsin, ilə ribh bi təhsilil məchulat. Məchulatı hasil etmək üçün faydalara. Yəni, ribh qazanc, fayda, sud. Aydındır, ribh qazanc, fayda, sud. Səni məchulatı əldə etməkdən ötəri faydalara çatdırsın. Yəni, beynində olan baza səni hara aparır?
Məchulata doğru. Məchulat, yəni sənin qabağına bir dənə məchul çıxıb, məchulun biz keçmişdik keçən dərslərimizdə ki, birinci məchul çıxanda biz onun nəyini axtarıb tapmalıyıq? Növünü. Məchul çıxdısa birinci növünü. Nəft öyrəyib. Növünü. Məsələn, bu məchulun növü nədir? Bu məchulun növü riyaziyyat elmidir, əqidə elmidir, tarix elmidir. Məsələn, tapdıq ki, bəli, bu əqidə elmidir. Məchulumuz əqidə elminə aiddir. Məsələn, Həzrət Əlinin vilayətinə aiddir. Beynimizdə Həzrət Əlinin vilayətinə dair nə qədər hədis və Quran ayəsi varsa, onların hamısını toplayırıq. Hə? Onların hamısını toplayırıq və onun vasitəsi, beynimizdə olan məlumatlar vasitəsilə liyətəvəssələ biha, beynimizdə olan vasitələrlə yetişirik. İla rebhil məchulat, məchulatı əldə etməkdən ötəri məlumatlara. Aydındır? Və izafətuha ila ma indahu min məlumat. Məlumatlarımızdan artırarıq həmin o məchulatın üstünə. Aydındır? İzafətuha, yəni ki, artırar onu, həmin məchulat ila ma indahu min məlumat. Onun yanında olan, yəni ki, fikirləşən insanın, kasibi elmin yanında olan insanın məlumatlarından. Aydındır, məlumatlar vasitəsilə o məchulata daha da çox yaxınlaşarıq. Fəyəbhəsu tarrətən və digər dəfə bəhs eləyər elmi məntiq, tarrətən yəni bir daha bəhs eləyər elmi məntiq, ənil ulumu təsəvvuri elmlərdən. Aydın? Təsəvvuri elmlərdən ki, və yüsəmma əl-muarrif. Həmin o təsəvvuri elmlər adlanır əl-muarrif. Muarrif, bir dedim ha. Və başa saldım. Muarrif, hər muarrifə biz təsəvvuri elmi demərik. Yəni, təsəvvuri elmi deyərik. Amma hər muarrif bizim dərdimizə dəymez. O muarrif bizim dərdimizə dəyər ki, o muarrif bizi hüccətə doğru aparsın. Aydındır? Yəni, bizim nəticəyə yetişdirsin. Və yüsəmməl muarrif litəvassələ bihi iləl elm bil məchuli təsəvvuri. Tain ki təvassələ, yəni yetişdirsin həmin o muarrif bizi iləl elmil məchul, bizə məchul olan elmlərə tərəf aparsın. Hansı məchul yəni elmi təsəvvuri məchula tərəf, yəni bizim zehnimizdə düşünməmiz çətin olan, təsəvvür etməmiz çətin olan, məchul olan elmə tərəf bizi aparan təsəvvürə muarrif deyərlər. Aydındır? Amma o muarrif ki, bizi həmin o məchulat-ı təsəvvürüyə tərəf aparmırsa, o bizim dərdimizə dəyməz. Məsələn, Zeyd muarrifdir. Hə? Yəni, Zeyd deməklə muarrif yəni tanıtdıran. Zeyd deməklə biz tanıyırıq ki, bu adamın adı Zeyddir. Hə? Bizi məchulata doğru aparmır ki. Xeyr. Amma deyəndə ki, əl-insanu heyvanun natiq, heyvanun natiq demək bizi düşünməyə doğru aparır. Məchulatı əldə eləməyə doğru aparır. Düzdür? Demək, ona deyərlər muarrifi musil. Aydındır? Muarrifi musil. Və yəbəhəsu uxra ənil məlumi təsdiqi. Və digər dəfə elmi məntiq bəhs eləyər məlumatı təsdiqidən. Hə? Bir dəfə məlumatı təsəvvürüdən ona muarrif dedik ki, həmin o muarrif ki, musildir. Yəni, bizi aparar, musildir nəyə tərəf? Məchulat-ı təsəvvürüyə tərəf. Musildir. Bir dəfə də bəhs eləyər məlumatı təsdiqidən ki, həmin o məlumatı təsdiqi yüsəmma əl-hüccə adlanır hüccət. Aydındır? Liyətəvassələ. Niyə görə hüccət adlandırarıq bunu? Liyətəvassələ bihi iləl elm bil məchuli təsdiqi. Çünki onun vasitəsilə, yəni hüccətin vasitəsilə biz yetişərik məchulat-ı təsdiqiyə. Yəni, sonda, nəticə əldə edirik ki, heyvanun natiq fəhvəl insan. Əl-insanu heyvanun natiq təsdiq elədir. Əl-insanu heyvanun natiq. Aydındır? Məsələn, deyirsən ki, kullu insanın heyvanun. Hər bir insan heyvandır. Neysə, buna beyni qatmaq istəmirəm. Onların vaxtı gələndə biləcəksən. Neysə.
Vəl-bəs ənil-hüccə binəhveyn. Deyir ki, hüccətdən bəhs bir neçə cürədir. Tarətən min nahiyyəti heyəti təlifiha. Bir dəfə bəhs eləyəcək onun necə təlif olması nahiyəsindən, yəni hüccət necə təlif olacaq. Və uxra min nahiyyəti maddəti qəzayaha. Və digər dəfə hüccətin qəziyyələrinin maddələrindən danışacaq. Hə? Hüccətin qəziyyələrinin. Bunlar indi inşallah gələn dərslərimizdə qarşıda biləcəksən. Yəni indi bu nə deməkdir, qəziyyələr nə deməkdir, nə bilim bu nədir? Bunlar barəsində axtarış eləməyə ehtiyacın yoxdur. Fəqət bu sənə müqəddimə kimi. Və huvə bəhsus sənaətil xəms. Və o, yəni qəziyyələr barəsində danışmaq, o sənaət-i xəmsəyə aiddir. Və likulli minəl bəs ənil muarrif vəl hüccə müqəddəmatun. Deyir ki, hüccət və müərrifdən bəhs eləyən hər bir elmi müqəddiməsi vardır. Fəəbhasul məntiq nədəuha fi sittəti əbvabin. Deyir, məntiq elminin bəhslərini biz vəz eləyirik 6 dənə babda. Hə? 6 dənə babda. Əl-cüz'ül əvvəl. Birinci hissəyə daxildir 3 dənə bab. Əl-babul əvvəl fi məbahisil əbvab. Ləfslərin bəhsləri. İkinci bab fi məbahisil kulli. Kulli barəsində. Kulliyyat barəsində. Üçüncü bab fil muarrif və təlhəqu fil qismə. Deyir ki, muarrif və ona birləşən qismətlər. Muarrif barəsində, yəni təsəvvür barəsində. Təsəvvürün musil barəsində danışacaq. İkinci hissənin 2 dənə babı var. 4-cü babla 5-ci babı ikinci hissə alır zimninə. Fil qəzaya və əhkamiha, qəziyyələr və onun hökmləri barəsində. 5-ci bab demək danışır fil hüccə və heyəti təlifaha. Hüccət və onun necə təlif olması. Yəni hüccəti nə cür quracaq biz? Necə təlif eləyəcək? O barədə. 3-cü hissə isə bir babdan ibarətdir. O da sənaət-i xəmsə. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu. Əl-babul əvvəl məbahisil əlfaz və bahisul əlfaz. İnşallah gələn dərs.